Hər vaxtınız xeyirli dəyərli dostlar. Bu günlərim sizə The Law of Correspondence Uyğunluq qanununu izah edəcəm. The Law of Correspondence'a görə bizi düşüncələrimiz formalaşdırır. Düşüncələrimiz də özü inanclarımız, fikirlərimizdən, görüşlərimizdən ibarətdir. Bu düşüncələrimiz də bizim daxili aləmimizə təsir edir, bədənimizə təsir edir. Bizim daxili aləmimizə təsir edən amillər də birbaşa olaraq bizim xarici aləmimizə təsir edir. Belə ki, əgər müsbət düşüncəsi pozitiv olsa, biz həm sağlam olaraq, həm əhval-ruhiyyədə olaraq, həm də ki, işlərimiz də məsələn düz gətirə bilər, düz gətirir. Düz gətirmə ehtimalı daha böyükdür. İnsanlarla ünsiyyət quranda da daha yaxşı oluruq, ruhiyyədə oluruq. Mənfi düşünürüksə, düşüncələrimiz əgər mənfi olarsa, bu birbaşa olaraq bizim sağlamlığımıza da mənfi təsir edir və xarici aləmimizə də, məsələn, həm iş həyatımıza, həm də ki, belə ailə həyatımıza mənfi təsir edir. Bunun əksi də doğrudur. Məsələn, biz sağlam qidanı qəbul etmədikdə, bu bizim necə deyərlər, dünya görüşümüzə, bizim düşüncələrimizə də mənfi təsir edir, xarici aləmimizə də məsələn mənfi təsir edir. Videomu sona da izlədiyiniz üçün təşəkkür edirəm. Əlavə suallarınız olarsa, rəy bölməsində bildirməyi unutmayın.